Salamlar, vaxtınız xeyir olsun değerli izləyicilər. Bundan önceki videoda mən sizə sual vermişdim ki, niyə bağ sahibi 5 illik Rose Glow alma çeşidini təzədən kəsərək, calaq edərək Story Inere çeşidinə çevirdi. Yəni buna səbəb nə oldu? Yəni bu 5 ilin zəhmətinin demək olar kədər getməsidir. Yəni müəyyən çox hissəsinin itirilməsidir. Yəni bağ geriyə düşür. Bunun əziyyəti var. Yəni kifayət qədər ağacı təzədən kəsmək, təzədən budamaq, bu həm əziyyət tələb edir, həm xərc tələb edir və ən sonunda da ən vacib olan isə bağ bir neçə il geri düşür. Yəni buna nə səbəb oldu ki, yəni kiçik bir səbəb deyildi bu, nə səbəb oldu ki, bağ sahibi bu yola əl atdı və məcburiyyət qarşısında bu bağı çevirdi. Siz də dəyərli izləyicilər, şərh bölümündə əksəriyyətiniz düz yazmışsınız. Səbəb o idi ki, Rose Glow çeşidi rəng alması üçün mütləq şəkildə minimal hündürlük lazımdır. Yəni həmin hündürlük ən azı 250-300 metr olmalıdır ki, bu alma rəng alsın. Yəni dəniz səviyyəsindən bağ əkilən yerin hündürlüyü ən azı 200-300 metr olmalıdır. Yəni 250-300 metr üzr istəyirəm. 250-300 metr olmalıdır ki, bağ rəng alsın, yəni alma rəng alsın. Əks halda isə bu alma hündürlük sevdiyi üçün, bu alma soyuğu sevdiyi üçün rəng ala bilmir və meyvənin keyfiyyətinə və bazar qiymətinə çox böyük təsir edir. Yəni tonaj götürə biləcəksiniz, nə bilim, kalibr götürə biləcəksiniz, amma dadı və rəngi o olmayacaq və bazarda da çox aşağı qiymətə satılacaq. Yəni bu cür etməyinin əsas səbəbi, əsas deyəndə yeganə və birinci səbəbi məhz o idi ki, bu hal-hazırda bağ yerləşən ərazi Qusar rayonunun Xaçmazla sərhəddə olan kəndidir və burada o hündürlük yoxdur. Aşağıdır, səhv etmirəmsə 150-170 metr hündürlük var. Rose Glow çeşidi rəng almadı. Amma Story Inere çeşidi üçün isə bu hündürlük problem deyil və rahat şəkildə rəng alır. Yəni bu o deməkdir ki, dəyərli izləyicilər, xırda gördüyümüz nüansları belə biz ciddi şəkildə nəzərə almalıyıq ki, sonradan problemlər yaşamayaq. Bağ, qeyd etdiyim kimi, bağçılıq bir biznes strategiyasıdır. Heç kim kefindən bağ əkmir. Yəni, özü üçün 5 dənə, 10 dənə ağac əkmək başqa məsələdir. Mən təmiz meyvəsindən yiyəcəm falan. Amma bu cür insan, məsəl üçün, yarım hektar, 1 hektar bağ salırsa, heç kim kefindən, hobbi üçün bunu etmir. Bu bir biznes strategiyasıdır və biznesində bir strategiyası olmalıdır. Analizləri götür qoyu olmalıdır ki, sonradan o biznesdə siz əziyyətə, xərcə düşməyəsiniz. Və bu da düşünürəm ki, bağçılıqda vacib nüanslardandır. Əgər siz doğru şəkildə bunları etməsəz, sonradan böyük əlavə xərclərlə qarşılaşmalı olacaqsınız və mütləq şəkildə analizləri doğru şəkildə edin. Yəni, harada gəldi, hansı çeşidi əkdim deyə bir şey yoxdur. Yəni, istənilən bağı istədiyim ərazidə sala biləcəm deyə bir şey yoxdur. Buna görə düzgün şəkildə götür qoyular olunmalıdır. Bir də çox vacib bir məqamı qeyd edelim. Bax, bu bağın özü belə birinci, ikinci ilində, yəni meyvə gətirəndə alma rəng alırdı. Lakin sonradan 4-cü, 5-ci ildə ağac böyüdükcə, tonaj çoxaldıqca rəng ala bilmədi və bunun üzərində yəni aqronomların verdiyi bütün aqrotexniki qulluqlar, əlavə nə lazımsa rəng alınması üçün bütün vasitələrə, yəni metodlara əl atıldı və heç bir effekti olmadı. Hətta vəziyyət o vəziyyətə gəldi çatdı ki, gecələr səhərə kimi dərman səfən aparatlarına sadəcə su vuruldu ki, soyuq olsun, şəh düşsün. Amma yenə də nəticəsi olmadı. İlk 2 ilində rəng aldı, sonradan isə yavaş-yavaş ümumiyyətlə rəng almadı. Bunu nəyə görə qeyd elədim? Əgər sizin də yaxınlarınızın içində, yəni yaxın tanış bağlar varsa ki, məsəl üçün Rose Glow çeşidini o minimal hündürlük tələbi gözləmədən əkiblər, görəcəksiniz ki, 1-ci, 2-ci ildə rəng alıb buna aldanmayın. Buna görə siz də həmin çeşidi əkməyin, həmin hündürlükdə 1-ci, 2-ci ilində rəng alsa da 5-ci, 4-cü, 5-ci ildən sizə çox böyük problemlər yaşadacaq və yəni bu məsələyə aldanmayın. Bu bizim başımıza gəlib və biz də çalışırıq ki, bunu paylaşaq sizinlə və siz də bu cür götür qoyuları düzgün şəkildə eləsiniz. Oldu dəyərli izləyicilər, sağ olun. Videonu bəyənib paylaşmağı unutmayın, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.